Bakı Media Klubunun rəhbəri, jurnalist, media məsələləri üzrə ekspert Arif Əliyev Şimal zonasının ilk kitab festivalı olan 1-ci Quba kitab sərgisində yerli oxucularla görüşüb. Yazısının Yalama kitabı və müxtəlif mövzuları əhatə edən nitqi oxucular tərəfindən maraqla qarşılanıb. Arif Əliyev Yalama sənədli povesti haqqında oxuculara geniş bilgi verib. Müəllif bildirib ki, kitab 1920-ci ildə ermənilərin Qarabağa hücumu və bolşeviklərin Azərbaycana daxil olmasından, əsgərlərimizin zəif imkanlarına baxmayaraq göstərdikləri qəhrəmanlıqdan bəhs edir. Belə bir tarixin yazıya alınması, bədii şəkildə, publisistik şəkildə ifadə olunması tarixi gerçəklərin müəyyən bir formada gənclərə çatdırılmasıdır. Biz bunları öyrənməliyik, tariximizi bilməliyik. İşğalçı orduya qarşı çıxmış həmin o 350 əsgərin xatirəsini əbədiləşdirməliyik. Onlara Yalamada ya bir başqa yerdə abidə qoyulmalıdır, adları tapılıb, həkk olunmalıdır. Öz qəhrəmanlarımızı tanımalıyıq, tariximizi bilməliyik. Tarixi dəyərləri də gənclərə aşılamalıyıq. O zaman bizim müstəqilliyimiz də möhkəm olacaq. O zaman bizim müstəqilliyimizin qorunması üçün qarantlar da çox olacaq. Görüş oxucuların sual-cavab formatında davam edib. Arif Əliyev həmçinin gələcək planlarından söz açıb, ona ünvanlanan sualları cavablandırıb, maraq doğuran mövzuları oxucularla birgə müzakirə edib. Yalama kitabının təqdimatının məhz Qubada keçirilməsi bir dəfə mənim üçün böyük şərəfdir. Çünki 2 il mən bu kitabın içərisində, bu kitabın həyatınla yaşadım və orada təsvir olunan hadisələrin əsas iştirakçıları və Azərbaycana təcavüz eləmiş Rus qoşununun qarşısına çıxan ilk qüvvənin əsas döyüşçüləri bunlar Qubalı uşaqlar olub. 19-22 yaşında uşaqlar olub və həyatının sonuna qədər də öz vəzifə borclarını yerinə yetiriblər. İndi o estafeti bizim gəncliyimiz də yaşatmalıdır, ona layiq olmalıdır, o qüruru yaşamalıdır və onlara layiq bir vətən qurmalıdır. Tədbirin sonunda yazıcı oxucular üçün kitablarını imzalayıb və onlarla şəkil çəkdirib. Xatırladaq ki, layihə və sərginin informasiya dəstəyi Qafqaz TV 525-ci qəzet, həmçinin Ədəbiyyat və İncəsənət Az tərəfindən təmin olunub. Sahib Məmməd Elçin Şual Qafqaz TV üçün.